İbrahim bəy Tiflis gimnaziyasını bitirdikdən sonra təhsilini davam etdirmək məqsədi ilə Moskva Universitetinə göndərilib. Burada tibb fakültəsində təhsil alması planlaşdırılsa da, dönəmin çətin sosial-siyasi şəraiti və ailəsinin maddi vəziyyəti onun təhsilini yarımçıq qoymasına səbəb olub. Təhsilini davam etdirmək üçün başqa yollar axtaran İbrahim Rəhimov Xarkova köçərək burada Sevastopol dəmir yolu xəttində felçer kimi fəaliyyətə başlayıb. Lakin onun məqsədi yalnız praktiki təcrübə deyil, həm də elmi təhsilini tamamlayıb ölkəsinin inkişafına töhfə vermək idi. 1875-ci ildə İbrahim Rəhimov Viyanaya gedərək burada tibb təhsilini davam etdirməyə qərar verib. Maraqlıdır ki, həmin vaxtı Viyana Universitetində gələcəyin dünya şöhrətli psixiatrı Zigmund Freud da təhsil alırdı. Freud universiteti 8 ilə bitirmişdi. Amma İbrahim Rəhimovun belə lüksü yox idi. Viyanadakı bahalıq və maddi təminatsızlıq onun Almaniyanın Yena Universitetinə getməsinə səbəb olmuşdu. Yenada çox məşhur təhsil müəssisəsidir. Karl Marx elmi işini məhz orada müdafiə etmişdi. Tibb təhsilini başa vurduqdan sonra İbrahim Rəhimov Xarkova qayıdıb və burada Saburov bağı adı ilə məşhur yerli xəstəxanada ordinator kimi çalışıb. 1891-ci ildən etibarən Xarkov xəstəxanasının ruhi xəstəliklər şöbəsinin müdiri olub. Rəhimovun psixiatrik xəstəliklər sahəsindəki elmi təcrübəsi və işləri həmin dövrün tibbi cəmiyyətində geniş müzakirə olunub və bir çox tibb işçiləri tərəfindən təqdir edilir. İbrahim Rəhimoğun tibb sahəsindəki əhəmiyyətli töhfələrindən biri də o dövrün müasir psixiatrik müalicə metodlarının tətbiqi, xüsusən də ruhi xəstəliklərin müalicəsində psixoterapiya və dərman vasitələrinin istifadəsi ilə bağlı yenilikləri təqdim etməsi olub. Onun istifadə etdiyi müalicə üsulları yalnız o dövrün tələbələrinə deyil, sonrakı nəsil psixiatrlara da böyük təsir göstərib. O həmçinin müxtəlif məhkəmə təbabəti komissiyalarında ekspert kimi iştirak edib və psixiatrik xəstəliklərə dair mütəxəssis rəyləri verib. İbrahim Rəhimov Azərbaycanın ilk psixiatru olaraq bu sahədə özünə məxsus bir iz qoyub və psixiatriyanın inkişafına böyük töhfə verib. Hazırda Azərbaycan Təbabəti Muzeyinin stend və vitrinlərində görkəmli alim İbrahim bəyin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Onun haqqında daha bir maraqlı faktı isə qızı ilə əlaqədardır. İbrahim Rəhimov Azərbaycanın ilk tibb təhsili almış həkim qadını, professor Nobel mükafatına namizədliyi qeydə alınmış Sona Vəlixanın atasıdır.